Azərbaycanda müxalifətin birliyini istəyən Avropa ölkələri və beynəlxalq təşkilatlar nə deyiblər? Gedin müxalifət özünüzlə dil tapın deyir. Dil tapa bilmədiyi üçün nə Azərbaycanda Müsavat Partiyası, nə Azərbaycan Xalq Cəbhəsi Partiyası, nə ADP, nə ADR, nə bilim mən Azərbaycan Demokrat Partiyası, bunlar bir-birindən bunlara deyilibdir, çağırılıbdır, İngiltərəyə çağırılıb, Amerika çağırılıb bunların nümayəndələri, Bakıda söhbətlər olub, deyirlər ki, bir-birinizlə dil tapın, biz İlham Əliyev yox, sizi qəbul edək. Amma elə bilməyiblər. Elə bilməyiblər və bugün də Avropa mövqeyinə geri çəkib, biz ümumi müxalifəti qəbul edirik, ümumi olsun. Bir tək Xalq Cəbhəsini biz qəbul edilməliyik, bir tək Müsavatı biz qəbul edilməliyik, bir tək ADP-ni qəbul edilməliyik, bir tək ADR-i qəbul edə bilməliyik, bir təkcə milli müqavimətdə qəbul edə bilməliyik deyirlər. Amma ümumilikdə müxalifət milli müqaviməti qəbul edilsə, biz də qəbul edərik. Yəni, hər kəsin qəbul etdiyi bir qurum lazım bunlara. Lakin və təəssüflə hər kəsin qəbul etdiyi o qurumu da Azərbaycan hələlik təqdim edə bilməyib. Nifaq salınıbdır Xalq Cəbhəsi ilə Müsavatın arasına, nifaq salınıbdır ADP ilə bu biz təşkilatların arasına. Ona görə mərhum Elçibəy gəldi, SİTSUH yaratdı, başqa-başqa qurumları yaratdı. Yaratdı ki, gəlin bir yerdə olaq, yoxsa Avropa bizi, dünya bizi qəbul eləməyəcək. Çünki Elçibəy çox böyük dövləsi təcrübəsi olan bir insandır, bir şəxsiyyət idi, Allah ona rəhmət eləsin. O görürdü, bilirdi və danışıqları da bilirdi ki, bunlar Avropalılar bu sözü havaya demirlər. Amma bizim bu Azərbaycan Xalq Parlamentinin adından gedib istifadə edən insanlar elə bilirlər ki, gedib əl görüşsə, əl sıxsa, xoş münasibət görsə və bununla da onu olduğu kimi qəbul edəcəklər, deyəcəklər ki, mən Xalq Cəbhəsində tənqid edeyim, söyüm, təhqir edeyim, aşağılayım, hər gün nə bilim mənlə Milli Şuranı da təhqir edeyim, aşağılayım və yaxud da ki, Müsavat Partiyası rəhbərini aşağılayım, neyiliyim və sonra məni Avropa qəbul edəcək, yox, heç vaxt qəbul edilməz. Heç vaxt qəbul edilməz. Baxın, mən ölü, siz diri. İndən sonra nə qədər vaxt keçsə belə, nə qədər ömür keçsə belə, Avropa Şurası əgər müxalifət təşkilatlarının birliyini görməsə, o birliyi qəbul eləməsə, birliyin təqdim edən şəxslər olmasa, mümkün deyil kimsənin sadəcə qəbul etsin və beləcə də xalqımızın problemləri həll olunmamış qalır. Biz də qalırıq kənarda, hər kəs də qalır kənarda. Ona görə mən təklif edirəm, təklif elədim, dünən də təklif elədim, ondan qabaq təklif elədim. Gəlin bu dağıdıcılığa son qoyaq. Əgər bizim mübarizəmiz İlham Əliyevlənsə, bizim Əli Kərimini tənqid eləməyə haqqımız yoxdur, səlahiyyətimiz yoxdur. Hətta mən sizə deyim, Əli Kərimli ilə və yaxud da ki, Müsavat Partiyasından fərqi yoxdur, rəhbərində kimdir, İsa Qəmbərdir və yaxud da Arif Hacıdır, heç fərqi yoxdur. Və yaxud da digər təşkilatlarda. Dostlar, bu təşkilatların hamısının birliyini biz təmin edə bilməsək, özünə müxalifət deyənləri. Təbii ki, Avropa təşkilatları da, Avropa dövlətləri də kimin müxalifət, kimin iqtidar olduğunu bilir. Amma istəyir ki, bir vahid müxalifət olsun ki, sabah bu dartışmalar, bir-birini didmələr, hökumətin tezliklə devrilməsi olmasın. Ki, stabil bir ölkə qura bilsinlər və onlar da güvənsinlər bu təşkilatlara, demokratik gəlişmələrə geçsin. Sabahları sən bir partiyanı qəbul edəcəksən, o partiya gəlib diktaturanı quracaq yenə. İkinci partiyanı qəbul edəcəksən, ikinci partiya gəlib diktatura quracaq. Amma sən müxalifətin birliyini qursan, heç bir diktatura qurula bilməz. Çünki müxalifətin birində artıq orada güzəştlərlə gedir, bir-birinə güzəşt, bir-birinə, nə bilim mən, ayağından dartmama, ölkəni idarə etmək üçün yerlərin bölünməsi, nazir yerləri bölünməlidir, bölgələrdə yerlər bölünməlidir ki, elə bir demokratik şəkildə olmalıdır ki, bəlli olmalıdır ki, nə qədər səs toplayan partiya olsa, onun nazir yeri nə qədərdir?